İzləyicilərimiz üçün qeyri-formal məşğulluğun mahiyyətini açardıq və ümumiyyətlə Azərbaycanda, ölkəmizdə bununla bağlı mübarizə necə həyata keçirilir? İlk öncə təşəkkür edirəm dəvətiniz üçün. Fürsətdən istifadə edib bütün izləyicilərimizi salamlayıram. Qeyri-formal məşğulluq anlayışı. İlk öncə bu anlayış hansı mənaları ehtiva edir? Mən bu barədə danışmaq istəyərdim. Qeyri-formal məşğulluq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən əmək müqaviləsi bağlanılmadan fiziki şəxslərin hər hansı işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada mülki hüquqi müqavilə bağlanılmadan hər hansı fəaliyyətin yerinə yetirilməsinə cəlb edilmə, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, həmçinin ailə kəndi təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununa əsasən yerli özünü idarəetmə orqanında qeydiyyata durmadan ailə kəndi təsərrüfatının təşkilindən qazanc, gəlir əldə edilməsidir. Dövlət Əmək Müfəttişliyi xidmətinin fəaliyyət istiqamətinə uyğun olaraq qeyri-formal məşğulluğun əsas meyarı bizim üçün məhz işçi və işəgötürən arasında əmək müqaviləsinin bağlanılmamasıdır.